Hamısı salamlar dostlar, mən Hüseyin. Bu gün sizlərlə birlikdə yepyeni bir videoyla qarşınızdayım. Şolar bu günləri 21 Muhammed 09'un qış transfer güncəlləməsi ilə çıxartdığı PSP eFootball versiyon, daha doğrusu PSP eFootball 26 versiyon 2'ni incələməsini edəcəyik. Şolar belə videoların davamı üçün kanala abunə olub videoya da like atmağı unutmayın. Ən sonki videoma bir xeyli şərhlər gəlmişdi. Ardasa mən baxanda 24 şərh və 10 like gəlmişdi. Şolar dediyim kimi bu videoya da ən azından bir 15 like gəlsə belə videoların davamı gələcək. O zaman şolar incələməyimizə başlayaq. Gördüyünüz kimi oyunun qrafiklərində dəyişikliklər var. Məsəl üçün burada gördüyünüz bu düymə, baxın bu üç qoşa düyməsi. Bu yox idi oyunda. Bu əlavə olunub oyuna və gördüyünüz kimi ayarlar. Mən dili dəyişərdim əslində, amma dili dəyişəndə məndə oyun açılmır. Baxın gördüyünüz kimi yəni burada ayarlar, zibil qutusu, editor, yəni digər editor konsol, yəni siz necə bu X düyməsini oyunu idarə eləmək falan, onları dəyişmək. Yəni gördüyünüz kimi hamısı çox gözəl bir şəkildə düzəldilib. Qabağına işarə ilə bildirilib. Bu çox gözəl detaydır. Sonra dediyim kimi qış transfer pəncərəsində olan bütün transferlər oyunda gerçəkləşib. Qarabağın mən bunu 21 Muhammed 09'a özüm bəlli etmişdim və o da yaxşı demişdi. Qarabağın bu oyunda versiyon 1 versiyada Camilo Duran və Chris Kouakou yox idi oyunda. Mən də 21 Muhammed 09'dan xahiş etmişdim ki, bu iki oyuncunu yenidən gətirsin və Qarabağın yeni transferi Gnalini də öz oyuna əlavə edib 21 Muhammed 09. Gəlin ilk şəkildə baxaq komandaların formalarına, belə işlərə baxaq. Gördüyünüz kimi burada düzənlə bölməsində də arxa plan şəkili dəyişib. Mən burada oyuncu düzənləyə basıram və ilk öncə Trendyol Süper Liqadakı bütün komandaların formalarına baxaq. Gördüyünüz kimi Beşiktaşın forması belədir. Serni oyuna əlavə olunub. Jota Silva, Bilal Toure və Ohda komandaya əlavə olunub. Gördüyünüz kimi yəni digər oyuncular gedib komandadan satılan oyuncular. Burada gördüyünüz kimi Agbadu da oyuna əlavə olunub. Hatta Davis Vasquez də oyundadır. Fenerbahçe'yə baxaq. Fenerbahçe'də gördüyünüz kimi Sidiki Şerif və Anthony Musaba əlavə olunub komandaya. Sonra Bertu Elmas əlavə olunub komandaya. Mark Genduzi, N'Golo Kante bu ikili də əlavə olunub. Sonradakı qalan zaten komanda eyni idi. Galatasaray'ın kadrosuna baxaq. Galatasaray'da mən bilən çox da dəyişiklik olmayıb. Galatasaray'da bəli, bircədən olan əlavə olunub və Yaşar Asprilla gəlib. Asprillanı gətiriblər bura. Sonra Renato Enga gəlib kluba. Gökdeniz Gülpüz əlavə olunub. Armando Gürner əlavə olunub. Halbuki yəqin ki 21 Muhammed 09 oyunu hazırlayanda Armando Güler artıq enmişdi bura. Lakin sonra yenidən göndərildi. Amma Armando Güler hazırda mən bilən Galatasaray'da deyil. Neysə. Gördüyünüz kimi Wilfred Çiko'nun üzü biraz düzəlib. Sasha Boye doğrudan Indiana düşdü. Sasha Boye yenidən qaytarılıb və üzü Sasha Boye'nin əməlli başlı dəyişib. Metan Baltacı, Arda Ünyay əlavə olunub yenidən. Və Uğurcan Çakır zaten buradaydı, o ayrı məsələ. Bəli, bu da Galatasaray'ın kadrosu. Trabzonspor'a da baxaq. Trabzonspor'da da gördüyünüz kimi yeni transferlər əlavə olunub. Pau Nacho, Umut Nayır, Zubko, Filipe Augusto, Okay Yokuşlu. Yəni mən bilən burada çox da transfer olmayıb. Trabzon tərəfindən çox da transfer olmayıb. Neysə. Keçək o zaman bu tərəfə. Bütün gördüyünüz kimi komandaların, oyuncuların üzləri düzəldilib. Məsələn, Rodrigo'nun üzü çox gözəl hala salıblar. Gonzalo Garcia'nın üzü biraz olsa da oxşadılıb. Kylian Mbappe
bildiyin eynidir. Endrik də həmçinin. Endrik lakin burada deyil hal-hazırda. Formalara biraz əl atılıb. Valverde biraz dəyişib. Valverde əvvəl belə deyildi. Valverde yaxşı hala salınıb. Sebellos yaxşı hala salınıb. Əsasən də Arda Güler belə deyildi. Arda Güler'in səliqə səhmana salınıb üz baxımından. Mastantuono və Brahim Diaz da düzəlib. Əsasən də Brahim Diaz'ı daha çox oxşatmağa çalışıb 21 Muhammed 09 və PSV editörü Maho. Rudiger, gördüyünüz kimi burada Trent Arnold'u çox bənzədiblər. Trendi belə deyildi, lakin düzəldiblər onu. Öz vəziyyətinə gətiriblər. Dean Huijsen heç oxşamırdı özünə əvvəlki sürümdə. Yəni gedib baxa bilərsiniz əvvəlki sürümdəki videolarıma. Heç oxşamırdı əvvəl, lakin indi oxşuyur. Frank Garcia da həmçinin. Raul Asensio'nu bildiyin üzünə əlavə ediblər oyuna. Raul Asensio da heç oxşamırdı. Ümumiyyətlə Raul Asensio yox idi oyunda və yeni əlavə olunub Raul Asensio. Huninin də üzü düzəldilib. Barsa'ya baxa bir dənə tez bir şəkildə. Barsa'da mən bilən çox da transfer olmayıb. Mən bilən yox, Cancelo var idi. Cancelo gətirilib. Ter Stegen göndərilib. Sonra Mark Caicedo gətirilib oyuna. Ondan əlavə Rafinha'nın üzünü düzəldiblər. Lamine Yamal'ın indiki saçına bənzədilib. Lamine Yamal indiki saçı belədir hazırda. Biraz belə qara və qısa. Rashford üzü düzəldilib. Fernando Torres, Dani Olmo'nun üzü daha da bənzədilib. Fermin Lopez də bənzədilməyə çalışıb. Gavi çox bənzəyir. De Jong da həmçinin. Pedri zaten əvvəl də belə idi. Bardi əlavə olunub. Bardi buradaydı zaten. Əlavə olunmuyub. Sadəcə üzü düzəldilib. Belə Atletico Madrid'də də baxaq bir dənə tez bir şəkildə. Burada mən bilən Lukman olmalıydı. Bəli. Lukman oyuna, daha doğrusu Atletico Madrid'də əlavə olunub və üzü tıpatıp eynidir. Alejandro Sorloth, Griezmann'ın da üzündə dəyişikliklər var. Julian Alvarez'in de üzündə dəyişikliklər var. Vargas gəlib bura. Sonra Almada üzü biraz düzəldilib. Cardassonun da üzü dəyişilib. Yaxşı olub, çox gözəl olub. Mənə əsasən Premier Liga komandalarından da maraq var. Görək burada oyuncular düzəldilibmi? Kuşanov'un üzü oxşadılmağa çalışıb. Victor Reis, Nico Orelay, Mark Gueye gətirilib əlavə olunub oyuna və Dan Donker də əlavə olunub. Sonra iləri xəttə Oscar Bob əlavə olunub. Antonio Semenyo, bax bunu axtardım. Antonio Semenyo da buradadır. Mateus Nunes falan hamısının üzündə dəyişikliklər var. Bir dənə tez Chelsea'da zaten çox adam var. Bura baxaq və ondan sonra Qarabağımıza falan baxacağıq. Chiesa'nı əlavə ediblər Liverpool'a. Chiesa Liverpool'a deyildi. Cody Gakpo düzəldilib üzü. Alexander Isak'ın üzü düzəldilib. Stefan Başsetik əlavə olunub. Ondan sonra çox da əlavə olunan oyuncu yoxdur. Ciro Leoni'dən əlavə. Bəli, Liverpool'da belə idi. O zaman biz keçək baxaq. Biz o zaman diğer ligalara baxaq. Burada gördüyünüz kimi 21 Muhammed 09'un öz komandasıdır. Burada gördüyünüz kimi Elnur Məmmədov YouTube səhifəsi də var. Ona etiketləyərəm. Elnur Məmmədov həqiqətən oyunda çox potensiallıdır. 15 yaşında yəni oyunun ən potensiallı oyuncularından biridir. Və bu da 21 Muhammed 09'un oyundakı oyuncusu. Yəni buradan 21 Muhammed 09'a gəlsəz tapa bilərsiniz. Neftçiyə gələndə Abubakar əlavə olunub bu. Bəli, Vincent Abubakar artıq Neftçidə əlavə olunub. Ondan əlavə qalanlar zaten düzgün idi. Sabaha baxaq. Sabahın Safranko əlavə olunub komandaya. Üzləri çox oxşadıblar. Həqiqətən. Ondan əlavə Mitchells buradadır.
Aleksey İsayev, bəli, İsayevi də gətiriblər bura. İsayev bundan öncəki sürümdə Qarabağda göstərirdi. Simizdə özü düzəldilib və Xaybullayev çox oxşuyur. Həqiqi həyatdakı Xaybulayevə çox oxşuyur. Daşdəmirov da oxşuyur, oxşadılmağa çalışıb. Sumqayıt FK-nın komandasına da baxaq. Burada mən çox da bilmirəm Sumqayıtın oyunçularını. Bizcə onu bilirəm ki, burada potensiyalı bir oyuncu var. Abdullahzadədir o. Zirəyə baxaq. Bogomovski buradadır. Mən onu öz karyeramda Bogomovskini almışdım. Burada bu arada uşaqlar bir dənə bug var idi. Bogomovski həm Neftçidə, həm də Zirədə göstərirdi. Həm də Araz Naxçıvanda göstərirdi. Lakin artıq Bogomovski tək Zirədədir. Bu çox gözəl bir xəbərdir. İndi baxaq, o zaman bir yerə geri dön dostum. Qarabağımızın komandasına baxaq. Gördüyünüz kimi burada Kamilo Duran gətirilib. Hətta Ramil Şeydayev də yanından çıxmışdır. Ramil Şeydayev də gətirilib və Ramil Şeydayev həqiqi həyatdakı Ramil Şeydayevə çox oxşuyur. Burada gördüyünüz kimi Kamilo Duran əlavə olunub. Məncə Duran da çox oxşuyur. Ondan əlavə Leandro Andrade'nin üzündə dəyişikliklər var və çox gözəldir. Johnny Montiel də həmçinin. Christian Kouakou əlavə olunub. Kouakou çox da bənzəməsə də ən azından o öz olmağı bizə bəsdir. Pedro Bicalho, bax bu Pedro da yox idi. Mən onu bildirmişdim və Pedro Bicalho da əlavə olunub oyuna. Pedro Bicalho və Kouakou əlavə olunub. Pedro Bicalho biraz bənzəyib. Ondan əlavə Jeremy Gnali də komandamıza əlavə olunub. Və burada da gördüyünüz kimi Kohalski, Fabian Budic və Şahruddin Məhəmmədəliyevi burada görə bilərsiniz. Uşaqlar, burada məncə bir dənə Bavariyaya da baxaq. Luis Diaz falan gətirilib Bavariyaya, Nicholas Jackson falan. Bavariyada çox da dəyişikliyi yoxdur. Sadəcə baxıram, Karl buradadır mı? Bəli, Karl buradadır. Karl çünki çox potensiallıdır. O zaman sözü çox uzatmayaq. Keçək digər seçənəkləri, digər şeyləri də araşdıraq. Daha doğrusu incələyək. Gördüyünüz kimi uşaqlar burada istədiyiniz aşağıda da yazılıb. Burada maç yerindən favori komandamızı və yaxud da istədiyiniz komandanı seçirsiniz. Göstərim maçı, yəni hansısa bir komanda ilə oynayırsınız. İstəyirsiniz uzatmalara qədər, istəyirsiniz penallaşmaya qədər. Hızlı başla, yəni genel ayarları atlayırsan. Yəni orada genel ayarlarda uzatmalar seçilsinmi, seçilməsinmi o var. Penallaşmalara gedilsinmi, gedilməsinmi o var. Sonra orada var ki, maçın dəqiqəsi neçə dəqiqə olsun və yaxud da maçın zorluğu necə olsun. Top seçə bilirsiniz. Yəni bir sözlə ümumiyyətlə ayarları keçib birbaşa masa keçirsən. Penaltılarda elə ancaq penaltılar olur. 2 komanda seçirsən və penallaşma seriyası olur. Auto bağlantısında da gərək burada gördüyünüz ayarlardan düzəldəsən. Ayarlar demişəm, baxın burada uşaqlar gördüyünüz kimi burada çox gözəl şeylər olub. Gördüyünüz kimi Atras geri dönmə şeyi var. Sistema, yəni PSP-nin öz logosu gəlib. Burada Heramintas var, yəni düzəltmə, bura bağlantı şeyirdir, yəni buradan adhoc eləyirsiniz. Audio burada səs qrafiklərdir, kontrol etsin, yəni gördüyünüz kimi hamısının yanında şəkillər əlavə olunub. Bax, bu çox gözəldir, bunu izah eləməyə çalışırdım. Adhoc bağlantısını ayarlardan düzəldə bilirsiniz. Ondan əlavə adhoc bağlantısı bu heç Çempionlar Liqası, burada gördüyünüz kimi Çempionlar Liqasında bir komanda seçib Çempionlar Liqasını qazanmağa oynayırsınız. Burada göstərir, yəni Çempionlar Liqasında bir maç oynayırsınız. Burada da Çempionlar Liqasında dostluğunuzla maç ata bilərsiniz, meyis ata bilərsiniz. Copa Libertadores, bu bildiyimiz Copa Libertadores, yəni Avropa Liqası deyil, bildiyimiz Copa Libertados'dur. Ana Liga, burada istədiyiniz komandanı seçirsiniz və baş məşqçi olursunuz. Yəni həmin o komanda ilə rebuild edirsiniz. Məsəl üçün mən Chelsea-nin başına keçəndə buradan keçirdim. Yəni burada elə bir sistem yoxdur ki, World Champions'dakı kimi sistem yoxdur ki, sizə başqa klubdan təklif gəlsin. Xeyr, bu yoxdur.
Sadəcə o klubun başa keçirsiniz. İstəsəniz başqa bir klubun da başa keçirsiniz. Yəni başqa bir rebuild edirsiniz, başqa bir komandanın başa keçirsiniz. Bu efsane olundu. Əgər bu videoya çoxlu istək gəlsə və dəstək gəlsə, çalışacağam ki, yeni bir kariyer yaradım. Əgər həqiqətən bunu postda da bildirəcəm. İstək varsa, mən Efsane Oğlunda yeni bir kariyer açım. Efsane Oğlun kariyer, bayaqdan bunu danışıram. Gəlin bunu sizə izah edeyim, bilməyənlərə izah edeyim daha doğrusu. Burada özünüz üçün karakter yaradırsınız, belə deyim. Məsəl üçün yeni oyun. Burada məsəl üçün Avstriyalı və Premier Liga məsəl üçün Santrfor, burada istədiyiniz mövqeyi seçirsiniz. Məsəl üçün gəlirsiniz burada oyunçunuzun görünümünü falan hamısını düzəltdikdən sonra bir maç verir sizə və bu maçdan sonra sizi dəyərləndirir klublar. Daha doğrusu Premier Liga seçdiyiniz bax məsəl üçün orada Premier Liga var idi. Bax bir dənə geri dönək. Bax burada seçdiyiniz həmin o maç oynayırsınız və burada seçdiyiniz liqalardan liqalardakı klublar sizin bu maçınızı izləyir və hansı klub sizi bəyənsə o klub sizə alır. Efsane onunla belədir və beləliklə karyeranızı qurursunuz. Yəni oyuncu karyera modusudur. Belə izah edeyim sizə. Burada hansısa bir dünya oyuncusu, məsələn Cristiano Ronaldo'nu götürürsünüz ki, burada Cristiano'nu götürməyə olmur. Çünki top 5 liqadan götürürsünüz. Top 5 liqada olan hər hansısa bir futbolcunu seçirsən, maalesef ki, Qarabağdan oyuncu seçməyə olmur və yaxud da Neftçidən və yaxud da Sabahdan. Ancaq Super Liqadan, La Liqadan, Premier Liqadan, Seriyadan və Lig 1-dən oyuncu seçə bilərsən. Seçirsən oyuncunu və orada da karyera yaradırsan və ilərləyirsən. Burada favori takımınızla bir sezon oynuyorsunuz. Ancaq ligada oynuyorsunuz. Məsəl üçün La Ligadan burada da top 5 liga keçir. Yəni La Liga, Super Liga, Lig 1, Premier, daha doğrusu çaşdım, Super Liga, Premier Liga, La Liga, Lig 1 və Seriya. Bu komandalardan, bu ligalardan bir komanda seçirsən və onunla ancaq liga maçlarını oynayırsan. Yəni Çempionlar Liqası falan yoxdur. Ancaq liga maçları. Burada gördüyünüz kimi kupadır. Kupada FIFA World Cup'ı oynaya bilərsən. FIFA World Cup'a daxil olursan və istədiyin komandanı seçirsən və oynayırsan. Həmçinin bu Euroda da daxildir, həmçinin bu Afrika Cup'da da daxildir, həmçinin bu Amerika Cup'ında da daxildir, həmçinin Asya Cup'ında da, Asya Cup'ında və ESS Cup'da da daxildir. ESS Cup nədir? Bu istəsəz bunu millilər və komandalar olaraq oynada bilərsiniz. Məsəl üçün bir dəqiqə seçək bunu. Milli bütün takımlar bassaz burada həm millilər, həm komandalar qarşı-qarşıya gələcək. İstəsəz milli eləyə bilərsiniz, istəsəz klub takımlar. Klub takımlar nədir? Yəni FIFA World Cup, daha doğrusu FIFA Team World Cup. Yəni FIFA klublar arası dünya kubokudur bu. Belə izah edeyim qısa olaraq. Bəli, burada istədiyiniz komanda seçirsiniz, istədiyiniz kubokda, istədiyiniz komanda ilə oynarsınız. Bunu da belə izah edeyim. Antrenmandır bu. Bu məşqdir, bildiyiniz gəlgirirsiniz, sərbəst vuruş, penalti vuruşları, ümumiyyətlə istədiyiniz antrenman, bir sözlə bütün məşqləri bu antrenman yerində eləyə bilirsiniz. Bura bayaqlar sizə izah edədiyim yerdir. Buradan oyuncuları qayd edə bilirsiniz. Məsəl üçün tutalım ki, Premier Ligadan, Fulhamdan Tete, İsa Diop'u götürüb Leicester City'yə qoyursunuz. Məsəl üçün, bax bura onun üçündür, oyuncu qaydət bölməsi. Oyuncu düzənli, buradan gəlirsiniz oyuncunun, məsəl üçün, Gabriel Jesus'a daxil olursunuz. Buradan gördüyünüz temel ayarlarını, məsəl üçün, gücünü falan düzəldə bilirsiniz. Yaşını falan aşağı sala bilirsiniz. Və yaxud da üzünü dəyişə bilərsiniz. Və yaxud da adını dəyişə bilərsiniz. Bu sözün oyuncuları düzənləməkdir. Takımı düzənlə, burada takımın əsas 11'liklərini düzəldirsiniz. Amblemlər və logolar, buna məncə heç qarışmayın. Kramponlar dediyiniz, burada istədiyiniz krampon seçirsiniz. Belə basırsınız. Stadion adını düzənlə deyəndə, məsəl üçün Aniflame'də gətirib görürsünüz adını Tofiq Bəhramov. Lig və ya kupa adını düzənləyə basanda, lig və məsəl üçün Uluslar Liqasını götürürsünüz, qoyursunuz dünya kuboku. Bax, məsəl üçün belə bir şey. Premier Liqanı götürüb qoyursunuz, məsəl üçün bir ayrı şey. Basaq,
Açayım. Santıla basa. Bax. İndi belə bir şey eləyək. Düzəldi mi? Bir dənə baxım mən bunu. Bizə qorxduğum olmasın. Xeyr. Çünki orada varsayılan ayarları düzenləyəndə başqa bir şeylər olur. Ona görə mən bir dəqiqə təzədən orada daxil olum. İngiltərə Ligası. Ben burada bir şey var ona bakalım. Avrupa Masters. Her şey düz, her şey qaydasındadır. Veri yöneticisi kaydedin. Bu ayrı bir şeydir. Buna heç dəyməyin və düzenləmədən çıxın. Buradan da belə rahatlıqla çıxa bilərsiniz. Sonra burada kayıtlar, mesela masa girirsiniz və gol atırsınız və bu golu kayd edirsiniz. Buradan bu kayıtlara basarak həmin o burada o burada değil. Burada yani bak pozisyon tekrarında. Burada onu izleyebilirsiniz. Gördüğünüz gibi ben hazırda oyunda hiç oynamamışam. Lakin bir-iki gün artıq videolar gələcək belə haqlarda videolar. Burada həmin o gol vurursunuz məsəl üçün. Golu kayd edirsiniz və buradan gəlib həmin o pozisyon, həmin o kayd elədiyiniz golu izləyə bilirsiniz. PES mağazası buralar ayrı şeylərdir. Yəni buralara heç də dəyməsəz də olar. PES mağazasından yani gördüğümüz belə bir şeylerdi bunlar. Bundan heç mənim də başım çıxmır. Yəni çox da danışmayayım burada. Yəni heç valla bunları mən də başa düşmürəm heç. Yəni bunu sonra mənə baxıb başa düşüb sizə izah edərəm. Arkadaş kartı deyəndə burada öz kartınızı, karta baka basırsınız. Mesela benim kartım Arif'dir. Ben oyuna girəndə belə düzəltmişdim. Lakin bunu adınızı falan düzəldə bilərsiniz. Arkadaş kart listesi də həmçinin elədir. Burada arkadaşınızın kartını eləyə bilirsiniz. Belə izah elədim. Ayarlardan gələk edilən ayarlara daxil olaq. Burada ses ayarları. Mesela üçün IP'in ses düzenləri nədir? Mesela bunu verdim. Arkadan gələn həmin o mahnıdır. Lakin mən hal-hazırda video çəkdiyim üçün onu qısmışam. Ses effekti düzeyi nədir? Bax bu ses eşidirsiniz tık 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 tık. Bax mən səsə bunu belə elədim, sıfıra verdim. Görürsünüz artıq səs gəlmir. Bu öz-özünə avtomatik düzəlir. Daha doğrusu düzəlmir. Mən bunu sıfırlasam və oka bassam və artıq gördüyünüz kimi həmin o tık 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 səs gəlmir. Lakin onun en büyük önemi odur ki PlayStation'larda gələn səsdir. Bunu düzəldirik. Anlatım ses düzeyindəki bildiğimiz speakerin danışığıdır. Məncə bunu da düzəldək. Anlatım adı ad olsun. Anlatım sıklığı nədir? Bu da ki yəni anlatım golə gedən hərəkətlər üzərində odaqlanır. Yəni bir olanda ancaq belə gol pozisiyalarında danışır. İki olanda yəni belə yaxşı pozisiyalarda olur. 3 olanda isə ümumiyyətlə speaker kimi danışır. Burada belə ən mühüm şey isə baxın, bir dəqiqə, bir dənə təzədən baxaq. Sol üstü bir dənə dəqiq izləyin. Orada bir dəqiqə belə eləyək. Məsələn bunu bir dənə artıraq. Sol üstə bir dənə dəqiq baxın. Orada fırlanan yumru şey gördünüz. Bəli, bax o çox gözəl bir şey olub. Məncə o çox möhtəşəm idi. Veriləri kurada baxmayın. Dil. Burada Çempionlar Liqası, məsələn ana liqada baxın bunu bildirim sizə 21 Muhammed 09 da bildirir. Ana liqada Çempionlar Liqasında hər hansı bir maç oynayırsınızsa, bu maç açılmırsa, dilə gəlin, anlatım dilini English'dən, yəni Türk dilindən, yəni speaker Türk dilindən İspanyol seçin. Bu kadar asan. Belə PES veri kontrolü və PES veri kontrolünə dəyməyin. Buradan baxın ən yaxşı şey də bax budur. Məsələn buradan uzun pası, məsələn dairəni götürüb
kvadrat eləsəz, şutu artıq dairə ilə vurasınız. Yəni burada istədiyiniz ayarları düzəldə bilərsiniz. Hər bir şeyi. Analog çubuğu da şey, yəni baxın budur. Gördüyünüz bu fırlatdığım şey. Uzun pas modu. Yəni burada gördüyünüz hər şeyi beləliklə düzəldə bilərsiniz. Hücumu da ki, baskını X-a basaraq, kalecini belə, yəni bildiyiniz hər şeyi buradan düzəldə bilərsiniz. Oyun ayarlarınızı. Belə. Uşaqlar, yəqin ki, incələmə çox yaxşıdır və sizə hər şeyi yaxşıca izah edib bildim. Yuxarıda gördüyünüz yazıya da həqiqətən diqqət edin. İzinsiz paylaşmaq 21 Muhammed 09 və PSP editör Mao'nun YouTube kanalları tərəfindən yapıldı və izinsiz paylaşmaq yasaqdır. Bunu nəzərinizə saxlayın uşaqlar. Sağ olun, məncə bu qədər yaxşı izah etdim. Əgər yaxşı izah etdimsə, like atıb və videonu bəyəndinizsə, yəni əgər həqiqətən videonu bura qədər izləyib bəyənmişsinizsə, like atıb kanalıma abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. Dediyim kimi, əgər çox sayılı istək olsa, yeni bir efsane olun karyerası, yəni oyuncu karyerası yaradacağım. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bir sonraki videolarda görüşənədək.